Hazırda Ermənistan-Türkiyə sərhədinin açılması üçün dəqiq tarix yoxdur. Sonrakı addımlar iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesinin gedişatından asılı olacaq. Telegraf xəbər verir ki, bu barədə Türkiyə hökumətindən RIA Novostiyə bildirilib. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəlinin sözlərinə görə Ankara və İrəvan may ayının ortalarında ölkələr arasında birbaşa ticarətin başlanması üçün hazırlıqları başa çatdırıblar. Qeyd edilib ki, hazırki mərhələdə sərhədlərin açılma tarixi müəyyən edilməyib və prosesin dinamikası iki tərəfli dialoqun inkişafından asılı olacaq. Həmçinin Ankara konstruktiv danışıqların davam etdirilməsini gözləyir. Bu, Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə və mehriban qonşuluq münasibətlərinin inkişafına töhfə verəcək. Xarici İşlər Naziri Ararat Mirzoyan iyunun 2-də Qarsda Ermənistan və Türkiyə iş adamları arasında görüşün keçirildiyini açıqlayıb. Telegraf xəbər verir ki, o növbəti görüşün Ermənistanda keçiriləcəyini deyib. Bu, hər iki tərəfin Xarici İşlər Nazirliklərinin və ticarət palatalarının iştirakı ilə təşkil olunub. Bu görüş əvvəlkilərdən fərqli oldu, çünki gündəm geniş idi. Türkiyənin 3 əyalətinin işgüzar dairələri tərəfindən böyük maraq vardı, nazir bildirib. Mirzoyanın sözlərinə görə bu çox yaxşı başlanğıcdır. Yaxın gələcəkdə Ermənistanda ikinci görüşümüz olacaq. Ayrı-ayrı şirkətlərin konkret danışıqlara başladığı barədə məlumatlıyam. Əminəm ki, bu söhbətin davamını görəcəyik.